Qoç bürcü. Yaxşı gündür, baxmayaraq ki, çətin ki, tamamilə çətinliklərsiz keçsin. Səhər enerji ilə dolu olacaqsınız, ona görə də bütün planlaşdırılan işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Bir çox qoç yaxınları ilə uzun müddətdir davam edən münaqişələri həll edə biləcək. Gələcəklə bağlı planları müzakirə etmək, ideyaları bölüşmək əla olacaq və birlikdə çoxlu maraqlı şeylər ortaya qoyacaqsınız. Çox iş götürməyə ehtiyac yoxdur, günortadan sonra çoxdan görmədiyiniz qohumları ziyarət etmək yaxşı olardı. Görüş çoxlu sevinç və müsbət emosiyalar gətirəcək. Buğa bürcü. Ən asan gün deyil. Ancaq səhər qeyri-adi dərəcədə uğurlu olacaq, buna görə də bütün planlaşdırılan işləri mümkün qədər tez yerinə yetirməyə çalışmaq daha yaxşıdır. Ailə üzvlərinizdən kömək istəməkdən çəkinməyin, onlar bəzi məsuliyyətləri öz üzərlərinə götürməkdən məmnun olacaqlar. Bir çox buğa mehriban və dinc olacaq, bu da kobud kənarları hamarlaşdırmağa və fikir ayrılıqlarının qarşısını almağa kömək edəcəkdir. Axşam sakit ailə mühitində keçməlidir. Dostlar qrupunu ziyarət etmək də yaxşı seçim olardı, lakin bunlar uzun müddətdir yaxşı tanıdığınız insanlar olsalar daha yaxşı olardı. Əkizlər bürcü. Uğurlu gün. Səhərdən yüngüllük hissi sizi müşayiət edəcək və hər hansı problem sizin üçün heç bir şey olmayacaq. Bununla belə heç bir ciddi çətinliklər gözlənilmir və bütün lazımi işlərin öhdəsindən uğurla gələcəksiniz. Bir çox əkizlər ev işlərinə xüsusi diqqət yetirməli olacaqlar. Ev işləri və yaxınlarınızla ünsiyyət üçün vaxtınız olacaq. Zədələnmiş münasibətləri bərpa etmək üçün əlverişli zamandır. İlk addımı atmağa belə ehtiyac yoxdur. Vəziyyət sizi yenidən ünsiyyət qurmaq istədiyiniz insanlarla bir araya gətirəcəkdir. Xərçəng bürcü. Ən asan gün deyil. Səhər saatlarında bir çox xərçənglər heç bir səbəb olmadan əsəbi və narahat hiss edəcəklər. Bu zaman vacib qərarlar qəbul etməməli və yaxınlarınızla ciddi məsələləri müzakirə etməməlisiniz. Ev işlərinə çox vaxt ayırmalı olacaqsınız, lakin bu daha da yaxşı olacaq, çünki bu duyğuların öhdəsindən gəlməyə kömək edəcəkdir. Günün ikinci yarısını sakit mühitdə keçirməyə çalışın. Səs-küylü məclislərdə və ya böyük qruplarda iştirak etməməlisiniz. Uzun müddətdir əldə etmədiyiniz zövqlü şeylərlə məşğul olun. Şir bürcü. Qeyri-müəyyən bir gün. Həddindən artıq həssaslıq vəziyyəti ağılla qiymətləndirməyinizə mane olacaq. Yaxşı tanımadığınız insanlara güvənməyə tələsməyin, onlar sizi yoldan çıxarmağa çalışa bilərlər və siz kifayət qədər uzun müddət öz səhvlərinizin nəticələri ilə üzləşməli olacaqsınız. İdeyalarınızdan bəziləri qeyri-real olacaq, ona görə də onları dərhal həyata keçirməyə tələsməyin. Günün ikinci yarısı bir çox şir bürcünə çoxlu xoş sürprizlər gətirəcək. Bununla belə, yaşlı qohumlarla ünsiyyət qurarkən maksimum təmkinli olmaq vacibdir. Qız bürcü. Sakit gün. Əhəmiyyətli dəyişikliklərin və parlaq hadisələrin gözlənilməsi ehtimalı yoxdur. Uzun müddətdir təxirə saldığınız ev işlərini səhər saatlarında etmək yaxşı olardı. Ailə qızlar ən yaşlı və ya ən kiçik qohumlarına daha çox diqqət yetirməlidirlər. Ürəkdən söhbət edə qarşılıqlı inamı gücləndirə biləcəksiniz. Tələsik vədlər verməməlisiniz, onlara əməl etmək düşündüyünüzdən daha çətin olacaq. Axşamı köhnə dostların əhatəsində keçirmək və uzun müddətdir görüşə bilmədiyiniz insanlarla görüşmək yaxşı olar. Tərəzi bürcü. Olduqca uğurlu gündür. Səhər pozitiv qalmaq biraz çətin ola bilər. Ailə üzvləri işlərinizə qarışmağa çalışacaqlar və bu həmişə uyğun olmayacaq. Bununla belə istəsəniz, kobud kənarları hamarlaya, münaqişələrdən qaça və ətrafınızdakıların enerjisini düzgün istiqamətə yönəldə bilərsiniz. Günün ikinci yarısı əksər tərəzilər üçün əlverişli olacaq. Partiyalarda və böyük qruplarda iştirak etmək üçün yaxşı vaxtdır. Uzun müddətli dostluq qura biləcəyiniz və ya romantik hekayəyə başlaya biləcəyiniz maraqlı insanlarla tanış olmanız mümkündür. Əqrəb bürcü. Biraz mübahisəli gün, amma daha çox yaxşılıq olacaq. Səhər şənlik və emosional yüksəliş hiss edəcəksiniz. Bütün lazımi işlərin öhdəsindən tez gələ biləcəksiniz. Ailə üzvləri sizə öz yardımlarını təklif edəcəklər, ona görə də ev işləri çox vaxt aparmayacaq. Təmizləmək və lazımsız şeylərdən qurtulmaq üçün yaxşı vaxtdır. Axşam saatlarında bəzi əqrəblər heç bir səbəb olmadan narahatlığa meyilli olacaqlar.
Dostların və ya sevilən birinin dəstəyi bu işin öhdəsindən gəlməyə kömək edəcək. Narahatlıqlarınızı onlarla bölüşsəniz, üzülmək üçün əsl səbəb olmadığını görəcəksiniz. Oxatan bürcü. Gün biraz çətin başlayacaq, amma sonra hər şey yaxşılaşacaq. Səhər başqaları ilə ortaq dil tapmaq çətin olacaq. Köhnə münaqişələr özünü göstərəcək. Əksər oxatanlar yaxşı olar ki, ünsiyyətlərini məhdudlaşdırsınlar, öz işlərinə baxsınlar və heç bir mühüm iş görməsinlər. İşləri qaydasına salmaq və gələcəklə bağlı planlar haqqında düşünmək üçün əlverişli zamandır, lakin biraz sonra onları həyata keçirməyə dəyər. Günün ikinci yarısında yaxınlarınızla xırda fikir ayrılıqlarını həll edə, bəzi səhvləri düzəldə biləcəksiniz. Axşam saatlarında ortaq işgüzar maraqlarınız və ya çoxdankı hobbiniz olan şəxsləri ziyarətə dəvət edə bilərsiniz. Oğlaq bürcü. Qeyri-müəyyən bir gün. Ciddi çətinliklərdən qorxmağa ehtiyac yoxdur, lakin səhər saatlarında yaxınlarınızla kiçik fikir ayrılıqları yarana bilər. Səbirli və nəzakətli olsanız, mübahisədən qaça bilərsiniz. Ciddi məsələləri müzakirə etmək üçün ən yaxşı vaxt deyil. Ev işlərini birlikdə edin, xoş bir şey haqqında danışın, onda evdə əlverişli atmosfer yarada biləcəksiniz. Bəzi oğlaqlar maraqlı insanlarla tanış ola və ya bitməsinə peşman olduqları münasibətləri bərpa edə biləcəklər. Düzdür, bunu etmək üçün təşəbbüs göstərməli olacaqsınız, amma nəticə sizi çox sevindirəcək. Dolça bürcü. Olduqca uğurlu gündür. Səhər uğursuz hallar və işdə gecikmələr mümkündür, lakin siz hər şeyin öhdəsindən tez gələcəksiniz. Bəzi dolçalar biraz həssas olacaqlar, buna görə özünüzü bir yerə çəkməyə çalışmaq və xırda şeylərə yersiz əhəmiyyət verməmək vacibdir. Maraqlı insanlarla görüşlər və yeni tanışlıqlar ehtimal olunur ki, bu da sizin üçün təsirli perspektivlər açacaq. Dostlarla fikirlərinizi müzakirə etmək üçün yaxşı vaxtdır. Ortaq layihə ilə çıxış etməyiniz və cəsarətli işlərdə bir-birinizə dəstək olmanız tamamilə mümkündür. Balıqlar bürcü. Olduqca uğurlu gündür. Öyrənməli çoxlu yeni şeylər və tezliklə sizin üçün faydalı olacaq şeylər var. Yüksək intuisiya qeyri-müəyyən vəziyyətlərdə düzgün qərarlar təklif edəcək. Bəzi balıqlar çoxdan gözlənilən xoş xəbərlər alacaqlar. Ümumi planlarınız və maraqlarınız olan insanları ziyarətə dəvət etmək üçün əlverişli zamandır. Günün ortasında soyuqqanlılığı qorumaq çətin ola bilər. İstənilən xırda şey sizi ruhdan sala bilər. Özünüzü əlinizdə saxlamağa çalışın, tezliklə emosiyaların öhdəsindən uğurla gələcək, ailədə sülh və sizin üçün vacib olan bütün insanlarla isti münasibətləri qoruyacaqsınız.